Bəli, bu mənim son videomdur. Artıq son çatdı. Bu videoda heç olmayacağım. Hər son bir başlanğıcdır. Əslində mən çox qəşəng videolar çəkirəm. Məni söyləmələr istəyirlər ki, niyə YouTube-u buraxırsan? Mən videolarım uşaq olduğuma görə mən pis videolar çəkirəm. Ona görə də mən YouTube-u buraxmağa çalışdım. İlk videomda özü Ronaldo 16 saniyədə o videomu paylaşandan sonra bildim ki, nəsə bir tərslik olacaq, nəsə bir şey olacaq. Ondan sonra dedim ki, ben YouTube'un başını bırakım. Deyil, uşaqlar şəkillərimə baxdım videosunda. İlk video yazmaq yerinə uşaqlar şəkillərimə baxdım. Yazmışım yəni ki, montaj eləyəmirəm falan. Ona görə mən pisəmiyim ki, niyə belə eləyirsən, yaxşı elə. Uşağımla öz düşüncəmdir bu. Yəni sizin düşüncəniz deyil ki, mənim düşüncəmdir bu. Yəni ki, YouTube-a ara vermək istəyirəm. Bilmirəm, buraxmayım. Şeylərdən yenə yaza bilərsiniz ki, niyə buraxırsan? Yəni ki, mən ürəyim sıxılır, bu YouTube-u çəkəndə də ürəyim sıxılır. Bəzi valideynlər adam sıxır da, adam özün kral hiss edir. Nə bilim, bir qabiliyyətinə görə özün ego sayınlar var. Nə bilim, həyat anamı sıxır. Yəni ki, mən də ki, heç nədə YouTube-u buraxmaq istəyirəm. Yəni ki, ilkin Feyzəfdir Fərəcə özlərinin ego sayılır. 100K plakatını alıblar görə. Özlərinin ego sayılır. Kim sizsiniz? Bu vaxta qədər sizə Nihal, Rəşiddən istifadə eləməmişsiniz. İlkin Feyzəf videosunda. Nədir onun adı? İlkin Feyzəf ona jurnal deyil dediyinə görə. Nihal da olsaq da jurnalın şeyinə də düzəlirdi. Yəni ki, Nihal düzələdi. Çünki dostu deyinə tərifləməliydi. Bəli, mən dostum olsa, mən onun videosunu tərifləyərəm. Yəni ki, nə bilim, mən YouTube-u buraxıram. Valla mən onda söyləməyin, eləməyin, heç nə. YouTube-u buraxıram. Sağ ol YouTube. Sağ ol. Elə bilirsiniz ki, YouTube'a baxacağım. Xeyr. Bu video nə videosudur? Sizə mən zarafat eləyəcəm. Bəli. Bütün videolarımı eləyəcəm və onu nə məqsədlə çəkdiyimi deyəcəm sizə. Elə bilirsiniz ki, YouTube'u buraxacağım. Mən YouTube'u heç vaxt buraxmaram. İlk videomda Ronaldo videosudur. O videoda mən elə belə şeylərdə oynadı. Əlim dəymişdi videoların yanında. Short videosu yükləyirdim də. Bir də əlimdə elə gördüm ki, heç nədə ilk video alındı. Heç nə, mənim də əlimdəydi, heç nə olmaz dedim. Video yükləndi. İkinci videomda uşaqlar şəkillərimə baxdım videosudur. O videoda da elə ağlıma video canlanmışdı. Dedim ki, ben uzun dəqiqəli video atımda. Elə dedim ki, uşaqlar şəkillərimə baxdım videosu. Bu da maşallah 70 baxış əldə edibdi. Yəni ki, bu da məni çox qürurlandırdı. Ona görə dedim ki, bir videoda da çəkəm. Bir videoda İlkin Feyzəv videolarına baxdım. Orada mən İlkin Feyzəv haqqında danışmamışam. Mən burada söyləməyin. İlkin Feyzəv haqqında məlumatla verməmişim. Mən orada öz fikirlərimi demişəm. Yəni ki, o səhv eləyərsə, mən də o səhvini tuta bilərəm. Yəni ki, mən söyləməyin kommentlərdə. Görünənlərim 15 sentyabr haqqında məlumat verdim videosu. Gördünüz nə tərəf partladı, TikTok'dadır. Cameron futbolu yazıb izləyə bilərsiniz. Həm TikTok, həm də YouTube baxa bilərsiniz. Üçüncü videom olaraq nə videosuydu? Ne bileyim, bilmiyorum. Diyorum da telefon oradan. Diyorum sonra video. Yoksa video bir de
Zıplamışam. Canlarım çürəmizə. Bütün günü fərəncəmə. Ha. Çünkü 2025 yaşlarıma baxdım videosunda. O nə məqsəddən çəkmişdim. Gördüm ki, uşaqlar şəkillərim videosu partlayıbdır. Dedim ki, 2025 yaşlarıma baxım. Yeni videoma. Baxım orada görümləri də izlədim. O da 40 baş əldə etdim. Mən də sizə təşəkkür edirəm bu qədər. Yəni ki, gözləməzdim sizdən bu qədər baxışlar. 14 tane like gəlibdi. Mən onu 10 like demişdim. Sizdən maşallah 14 tane oldu. Dördüncü videom hansıydı? Ha, aldığım formalara baxdım. Onda ki, ilişim vəziyyətini götürmüşəm. Onu nətər götürdüm, o 5 abunəmə Ronaldo forması verdim. Və da aldığım formalara baxdım, videosu çəkdim də. Yəni ki, forma verdim videosu məndə partlamazdı. Ona görə o da partladı. Forma videom o 30 baxış əldə edib, o da partlayıb. Hə, 6-cı videom isə ilk videolarına baxdım videosu. O da maşallah nə qədər. O da elə 30 baxış əldə edibdi. Yəni ki, maşallah. Sizdən gözləməzdim bu qədər bir şey video əldə etməyi. Amma siz atdınız. Hə, diş qabağıma pasiv. Peşəbakinski videolarda mən heç bir reaksiya vermədim. İçimdən gəlmədi də. Yəni belki reaksiya heç vermədim, amma paylaşdım. O da maşallah partlayıb da. Ha, o da 20'nin kesibdi 22. Ben bu arada başladayım. İndi hamısının əsas şeyini deyəcəm. 14 Avqustda çəkdiyim video 32 baxışdı. Uşaqlıq şəkillərimə baxdım videosu 69 baxışdı. Çünki videolarına baxdım videosu 34 baxışdı. 36 baxışda 2025 şəkillərimə baxdım. Aldığım formalara baxdım videosu 26 baxış. İlkin videolarına baxdım videosu 24 baxış. Peşəbakinski videolarına baxdım videosu da 22 baxış əldə edib. Sizdən maşallah alqışlayıram. Siz nətər deyməzsiniz, nətər belə videolar yağdırırsınız maşallah. Yəni indi ikinci kanalımı göstəreyim. Ay burada. Allah, çevrəndə öz videom qabağıma çıxdı. Bu da mənim ikinci kanalımda 37 dəqiqə əvvəl mən video atmışdım. Kanalıma gelin. Üç abunəsim var və abunə olmağı unutmayın. Rekord qırmışlar, dinləyənlərə 40 dəqiqə bundan əvvəl atmışam. 2 baxış əldə edib. Qabiliyyətlərimə baxdım videosunda 5 baxış əldə edib. Aksesuarlarıma baxdım videosu 8 baxış əldə edib. Səndə dərslərimi oxudum videosunda 8 baxış əldə edib. 15 sentyabr haqqında bilik məlumat, bilik görə haqqında məlumat verdim. Bu da 7. Yəni ki, qarma qarşıladım. Hə. Yəni ki, sustum maşallah. İkinci kanalımda mən video atıram. Yəni ki, sizə təşəkkür edirəm. Bu qədər məni zirvələrə qaldırırsınız falan. Nə məqsəddə videomda gəlmədim. 15 sentyabr haqqında məlumatda vəziyyətdən götürmüşüm o deyimlərini oxuyarım. Mənsə belə şey edirəm. Aksesuarlar videosunda özüm eləmişəm. Elə belə adım ağlıma gəldi. Sonra nə var idi? Rekord qırmışdı da Fərədsən götürmüşüm. Sonra həşə bu videoların çox belə videoların çox gəlməsin. Bu videolar qatıb abunə olmağı unutmayın. Like atıp abunə olun ki daha da YouTube inkişaf edən, daha da Azərbaycan inkişaf eləsin. Bu videodan sonra mən Günel Rahimin videolarına baxacağım. O videoya baxmam üçün 3 like atın. Görün qırız nə edir. İkinci kanalımda birinci əsas kanalımı unuttum. İkinci kanalımda video çəkəcəm. Səsim batıb ona görə mən pisəmiyim. Niyə yavaşlarırsın? Və sağ olun, salamat qalın.